Salam hər kəsə. İstəyirəm sizinlə dimin sınaqlarından birinci qrup üçün olan sınaq 1-in izahına baxaq. Başlayırıq birinci sualdan. Deyir ki, hansı temperaturda hər üç maddə eyni aqreqat halındadır? Müsbət 5-də. Gəlin bir baxaq. Müsbət 5-də deməli bu düşür bura x-də, y-də müsbət 5 hara düşür? Ay, bu dəqiqə buranın. Müsbət 5 x-də bura düşür. Y-də mənfi 10-dan 80 arasında düşür. Burada da yeni bura düşür. Deməli, x-də və z-də bu maddələr bərk halda olacaq. Çünki bunların ərimə temperaturu yuxarıdadır hələ ki. Əriyəndən sonra qaynama temperaturuna kimi maddələr maye halda olur. Ona görə y-də maye olacaq. Qaynayandan sonra qaza keçirlər. Burada isə görürük ki, ikisi bərkdir, biri mayedir, yəni eyni aqreqat halında deyirlər. Mənfi 5. Mənfi 5 x-də bura düşür. 20-dən əvvələ düşür. Mənfi 5. Ondan sonra burada düşür. Bu isə burada yenə düşür. Bu isə ona görə bu da uyğun deyil. Müsbət 15-ə baxırıq. Deməli, bilin görün. Müsbət 15 burada bura düşür. Burada bura düşür. Burada da bura düşür. Yəni yenə hamısı eyni yerə düşmür. 100. 100 x-də düşür bu aralığa. Y-də 80-dən sonra, Z-də 80-dən sonra yenə də hamısı eyni aralığa düşmür. Müsbət 25. 25 x-də düşür bu aralığa. Y-də də buradadır, Z-də də buradadır. Demək ki, cavabımız olur Y variantı. Hər üçü maye halda olur. Ərimə və qaynama arasında maddələr maye aqreqat halında olurlar. Cavab oldu Y variantı. Daha sonra ikinci sualda deyir ki, hansı qarışıqlar distillə ilə ayrılır? Etil spirti ilə su. Distillə suyunu ümumiyyətlə bildiğim ki, bir-birində həll olan iki mayenin ayrılmasını istifadə edirik. Ona görə götürəcəyiz etil spirti su və sirkə turşusu su. Bunlar homogen qarışıqlardır. 1-dən 4 D variantı olacaq. Üçüncü sual. Hansı elementin valent elektronlar sayı ümumi elektron sayının 75%-ni təşkil edir? Valent elektronları bir-bir yazıb yoxlayacağıq. Magnezium. 12 dənə elektronu var. Formulda elektron formulu 3s2 olur. Valent elektron sayı oldu neçə? 2. Sonraki təbəqədə olan. 2-ni bölürük 12-yə, vururuq 100-ə. 1, 6, bu 33 nöqtə neçə belə bir şey eləyəcək, yəni bu uyğun deyil. Sonra karbon. 6 dənə elektron var. Sonluğun yazsam 2s2 və 2p2-dir. 4 dənə valent elektron var. 4-ü bölürüm 6-ya, vururum 100-ə. Bunları qısa eləsək 2, 3, bu da isə 66 nöqtə neçə edir, yəni bu da o deyil. Tam bölünmür heç bu ikisi. Kalsiyum. 20 dənə elektronu var. Valent elektronu da 2-dir. 4s2 sonluğunu yazanda görürük. 2 bölək 20, vuraq 100. Deməli, bunları qısa yəndə 10% edir. Amma bizə lazımdır 75%. Daha sonra kükürt 16 verib. Sonluğu kükürtdə 3s2 və 3p4-dür. 6 elektron var. Bölürəm 16-ya, vururam 100-ə. Neçə edir? 2-yə böldük. 3, 8, 4-ə böldüm 2, 4-ə böldüm 25. 75 bölək 2 edir. Bu da haradasa 37,5 eləyəcək. Amma 75 olmur. Sonra oksigen 8. Sonluğu 2s2 və 2p4-dür. 6 valent elektronu var. 8 dənə də ümumi elektron var. Vurdum 100-ə. 2-yə böldüm 3. Burada 4. 4 ilə 100 getdi. Burada qaldı 25 vuraq 3. Bəli, burada eləyir cavab 75%. Ona görə də götürürüz bu cavabı Y variantı. Daha sonra dördüncüdə 2 dənə element verib bizə. 3s1 və bir də 3s2, 3p4 verib sonluqları. 3s1 olan x birinci qrup elementidir. Y-də 3s2, 3p4 6-cı qrup elementidir. Birinci qrupda metallar yerləşir təbii ki. Bayaq da belə bir şey yazdıq. 4-cü qruplar üçün sınağı izahında qeyd etmişəm. Deməli, qeyri-metallar metallarla birləşmə əmələ gətirəndə metallar maksimum olur. Birinci qrupsa maksimum yerləşdiyi qrupa uyğun olur. 1 variantlı olacaq. Qeyri-metalda minimumunu göstərir. 6-cı qrupsa minimum 2 olur. Olacaq formul x, 2y. Aydındır. Olacaq cavabımız burada da A variantı. Sonra 5-ci. Deyir ki, ayrılma
üsulları hansı halda doğru verilmiştir? Deməli uşaqlar, birinci üsul nədir? Distillədir. İkinci ayrıcılıqdır, üçüncü süzmədir. Distilləyə olacaq homogen maye qarışığı, etil spirti, su. Ancaq bu da elə. Ayrıcı qıfa heterogen maye qarışığı. Ona görə götürəcəksiniz 1, 2. 4, 1, 2. Suda həll olmayan bərkləri ayırmaq üçün süzmədən istifadə edilir. Bu da ona aiddir. Heterogen maye bərk 3-də 3-ə gedir. Deməli, oldu 4, 1, 2, 3. B variantı 5-də cavabımız. 6. Karbonun kütlə payını verib 40%. Formulumuzda CN H2N O'dur, N hesablayın deyir. Karbon burada nə qədərdir uşaqlar? Omega düsturundan istifadə edəcək. Elə ki, karbon omegasını tapırıq. Ayrı 12-də indeksli N'dir. Yazıram 12N. Məxrəcədə maddənin emerini yazırıq. 12N karbon, 2N hidrogen 14N elədir. Oksigen də 16-dır. Plus 16 vuraq 100 bərabər neçə verib bizə? 40%. Buradan ixtisarlarımızı gəlin eləyək. Mən hər tərəfi 20-yə bölsəm, bunu böləndə 2 edir, bunu böləndə 5 edir. 5 vuraq 12N neçə edir? 60N bərabərdir. 2-ni də vururuq aşağıya. 28N plus 32 oldu. 60N'dən 28N çıxanda da 32N bərabərdir. 32 olur. N'in qiyməti oldu burada 1. Bizdən N istəyirdi. Cavabımız olacaq 1, B variantıdır. Sonra 7-ci sual. Atomların sayı eyni olarsa, maddə miqdarını yenə tapın deyir. Birin də maddə miqdarını verib, molunu verib. Deməli, ağ fosforunuz P4-dür, ozon O3-dür, oksigen də O2-dir. Və sizə ozonun molunu verib. Əgər 4 mol ozon varsa, burada atom sayı olacaq 12 mol. Və hamısında atom sayı 12 moldur deyir. Çünki N verib uşaqlar. Bu o deməkdir ki, hamısında atom sayı eynidir. 12 molsa bu fosforun 1 molunda 4 mol atom varsa, 12 molunda da 12 böləcəsi 4-də 3 mol olacaq. Ümumi mol sayı 3 mol olacaq. Burada 1 molda 2 mol atom varsa, 12 mol atom neçə molda olacaq? Maddənin 6 molunda da 12 mol atom olacaq. X-lə Y-in cəmini istəyir. 6 ilə 3-ü toplayırsınız, cavab edir 9. Burada cavabımız oldu D variantı. Sonra keçdik 8-ci suala. Burada bizə deyir ki, oksigen kütlə payı, hidrogen kütlə payı verib və hansı münasibət doğrudur? Mis OH-dan 2 dənə maddə verib. Burada oksigen 32 qramdır. Hidrogen də 2 qramdır. H2SO4. Oksigen 64 qramdır. Hidrogen də 2 qramdır. Bu maddələrin emerini hesablayaq. Deməli, 64 misdir. 64 ilə 34 toplayanda 98 qram bu maddənin emeridir. Sulfat turşunun da emeri 98 qramdır. Uşaqlar, burada bir durub hamısında oksigenlə hidrogen kütlə payını hesablamaq ehtiyac yoxdur. Görürsünüz, emerləri hər ikisində eynidir. Oksigen burada 32, burada 64'dür. Hidrogen də hər ikisində eynidir. Əgər bunların emerləri eynidirsə, hidrogen sayı da eynidirsə, demək hidrogenlərin kütlə payı da eyni olacaq. Ona görə də götürürsünüz B bərabərdir D-yə. Oksigenlərin kütlə payına gələndə isə, elə mən bunların qabağına yazıram. Bu mis OH-da oksigen A-dır, hidrogen B-dir. Bunda bu oksigen C-dir, hidrogen D-dir. Yəni B ilə D bir-birinə bərabərdir. A ilə C arasında belə bir münasibət var. 2A bərabərdir C-yə. Görürsə 32 64-dən 2 dəfə kiçikdir. Ona görə C bərabərdir 2A, B bərabərdir D. Belə götürürsünüz. Bir də hesabıma aparmaq ehtiyac yoxdur. Belə məntiqi şəkildə həll edə bilərsiniz. Sonra 9-cu sual. Dövr sistemi hissələrinin əsasən əsas yarımqrup elementlərinin elektromənfiliyi artma sırası. Uşaqlar, elektromənfilik deməli soldan sağa doğru getdikcə artır dövr üzrə və qrup üzrə yuxarıdan aşağıya doğru gəldikcə isə elektromənfilik azalır. Əks istiqamətdə də dəyişir o heç. Biz əsas götürək soldan sağa artır və yuxarıdan aşağı azalır. Demək ki, burada Y-dən Z X-dən böyükdür. Bu aydın məsələdir. Y-dən Z-in elektromənfiliyi. Y-dən Z deyə bilməyəcəm uşaqlar. Niyə görə? Belə götürək də, sol doğru getdikcə artır, düzdür. Amma ən böyüyü, Y-dən Z X-dən böyükdür. Belə götürək. Yəni, X hər ikisindən kiçikdir. Ən kiçik X-də olacaq. Çünki bu daha solda yerləşir. Bu yana gedəndə artır.
Bir şey də var ki, yuxarıdan aşağı doğru getdikcə azalır axı. Z ilə Y-i müqayisə etsək, ən böyük burada kimdir? Y-dir. X, Z Y-dən kiçikdir. Aydındırmı? X, Z, Y istiqamətində elektron mənfilik götürəcəksiniz ki, artır. B variantıdır. Sonra X, Y, O4 verib bizə. X, Y, O4 nədir? X-in kütlə payı 2A'dır, Y-də A'dır, oksigen 2A'dır. Baxın uşaqlar, yenə deyir, bu 2A'dır, bu da 2A'dır. Görürsünüz, amma oksigenin kütləsi sizə məlumdur. X məlum deyil. Hər ikisinin kütlə payı eynidir. O zaman bu 64 qramdırsa oksigen burada, 16 vurardı, 64 qram. Kütlə payları da eynidirsə, demək bu da 64 qramdır. Bu da 64 qramdır. Sonra Y-in kütlə payını veribsə A. Bunlardan 2 dəfə azdırsa Y-in kütlə payı, demək ki, bu da 32 qramdır. Bu qədər. İndi bunlar toplayırsınız hamısını. 64, 64, 128, 32, 160 eləyir. Cavabınız oldu Y variantı. Daha sonra 11. Atom modelinə uyğun olaraq deməli, burada sonluğu 3, 2, 3s2, 3p 5 dənədir. 3s2, 3p5 olacaq sonluğu. Həmçinin son çevrə uşaqlar. 3p3 üzrsən 5 dənə. 3s2, 3p3 5 elektron olmalıdır ümumilikdə. Həmçinin sizin son çevrəniz son energetik təbəqəni göstərir. Valent elektron sayını soruşsa, ancaq son çevrədəki elektronlar sayısı olur valent elektron. İndi normal halda cütləşməmiş elektron sayı. Əvvəlini də gəlin tamamlayaq. 3 nədir? 2. İkinci xəttdir bu. Mən gözüm səhv görüb. 1, ikinci xəttdə bu. 2s2, 2p3-dür. Əvvəlində də bir dənə 1s2-si var bunun. Görürsünüz, birinci səviyyədə 2 dənə elektron verib sizə. Normal halda cütləşməmiş tək elektronları istəyir. Burada tək elektron olacaq, S-lər tam dolub, ancaq P-ni götürəcək. Elə bu üçü də tək-tək yerləşib. P-də 3 dənə xananız var, belə tək-tək elektronlar yerləşib. Ona görə də birinci olacaq 3. Valent elektron sayı son təbəqədə demişdim. Son çevrədəki elektronlar sayırız. 5 dənə elektron var idi. 5. Tam dolmuş orbital sayı olacaq. Deməli, burada 2 dənə olacaq. Niyə görə? Baxın, göstərim sizə. 1s budur. 2 dənə elektron var. Maksimumda bir orbitalda 2 elektron yerləşə bilər. Tam doldu. 2s də budur. Bir xana olur. Maksimum 2 elektron olar. Bilər 2 elektron da var. Hərəsində 2 dənə elektron var. Demək, bu da tam doldu. 2p3-ə baxaq. 3 xana olur. 1, 2, 3. İndi elə bilməyin ki, bunların hərəsində elektron var, tam dolub. Xeyr, tam dolma cüt olanda olur. Əgər bunların yanında belə cütləri də olsaydı, o zaman tam dolardı. Burada hələ tam dolmayıb. Ona görə də 1 orbital, 2 orbital. Götürürüz 2 dənə orbital tam dolub. Demək, 3, 5, 2. 3, 5, 2 C variantını götürürüz burada cavab. Sonra 12. Saf maddə burada uşaqlar etil spirtidir. Qalan hamısı qarışıqdır. Polodla çuqunda ərintidir, qarışıq da olar. Metallar və qeyri-metallardan ibarətdirlər. Sonra SO2 ilə O2 verib, deyir ki, bunların kütlələri eynisə atom sayını tapın. Uşaqlar, bunun 1 molunun kütləsi 64 qramdır. 32 toplayan 64 qram. Oksigendə 32 qramdır. Əgər bunların kütlələri eynidirsə, mən buna 1 mol deyəndə buna 2 mol deyəcəm, deyilmi? Lap A, 2A yazaq. Yəni, bunun kütləsi olur 64 1 molun kütləsidir. A-ya vuranda 64 A eləyir. Bu da 1 molun kütləsi 32-dir. 2A-ya vuranda edir 64 A. Yəni kütlələrə bərabərləşir A 2A yazanda. 1-in 2 olur da mol nisbəti. Atom sayı nisbətini tapaq. Bunun SO2-nin 1 molunda 3 mol atom var. A molunda olacaq neçə mol? 3 A mol. O2-də də 1 molda 2 mol atom varsa 2 A molda 4 A mol olacaq. İndi bizə deyir bunun atomu A'dır, bunda da B'dir. A-nın B-yə, yəni 3A-nın 4A-ya nisbətini tapırsınız. Biz onlara atomlara da 3A, 4A demişik. A-lar getir 3-ü 4-ə böləndə edir 0,75. Cavabınız olur 13-də də B variantı. Sonra 14-də fiziki hadisəni istəyir. Bu kimyəvi reaksiyadır. Olmur. Kağızın yanması kimyəvi reaksiyadır, kimyəvi hadisədir bunlar. Sonra südün turşuması kimyəvi hadisədir. Crackingdə parçalama reaksiyası kimyəvi hadisədir. Havadan azotun alınması uşaqlar. Bu havadan azotu biz distillə alırıq. Ümumiyyətlə hava nədir? Qarışıqdır və qarışıqdan istənilən maddəni almaq fiziki hadisədir. Havadan da azotu distillə ilə alırlar və fiziki prosesdir. Sonra keçdik 15-ə. Deyir ki, bir molekulunun kütləsi 30 enadır. Bir molekulun kütləsini verib, fikir verin. Biz bunu, gəlin 1 molunun kütləsini tapaq, sonra variantını seçək. 1 molun kütləsini necə tapırıq? 1 molekul 30 bölək enadsa, 1 molda nə qədər molekul var?
1 molda həmişə deyirik ki, Na sayda molekul var. O zaman bir molekulun kütləsi Na 30 bölək Na-dırsa, mən bunu vuracam Na-ya. Görək Na sayda molekulun kütləsi neçə qram eləyir? Getdi bunlar 30 qram elədi. Elə bir ki, uşaqlar, məsələn, tutaq ki, 1 kiloqram 1 kiloqram məsəl üçün, yox, belə deyək də, bir dənə qələmin qiyməti 50 qəpikdirsə, mən 5 dənə qələm almaq istəyirəmsə, 50-ni vururam 5-ə, tapıram ki, 5 dənə qələmin qiyməti 2 manat 50 qəpikdir, məsəl üçün. Burada da bir dənə molekulun kütləsi 30 bölək Na-dırsa əgər, Na sayda, yəni 1 molun içərisində çünki Na sayda var. Na sayda molekulun kütləsini tapmaq üçün bu 1 molekulun kütləsini Na-ya vururam və tapıram 30. Bu da 1 molun kütləsi eləyir. Çünki 1 molun içərisində Na sayda molekul var. Obşim, deməli 30 oldu kütləsi, 1 molun kütləsi 30-dur. Burada variantlardan 30 olanı seçəcəksiniz. 30 olan kimdir? S2H6-dır. Bir də burada 14, 16 Na. NO ilə S2H6. 1, 2. D variantını götürəcəksiniz. Hər ikisinin kütləsi 30-dur. Hansı elektron formulu atomun normal halına uyğundur? Demək uşaqlar, burada həyəcanlanmanı göstərənlər, baxın, əgər gördüyünüz o quruluşlarda tək elektron varsa, orbitallarda elektronlar tək-tək düzülübsə, bu həyəcanlanma halıdır. Baxın, burada hamısı təkdir. Burada da hamısı təkdir. Bunu avtomatik çıxdınız. Və bu var, bu və bu. Bunlar deməli xlorun həyəcanlanma halıdır. 3s2 3p5. Bunu geri yığanda 3s2 3p5 olur. D-yə keçir. Gördünüz? 3d 3-dür. Yəni P tam dolmamış D-də elektron gördünüzsə, demək ki, bu həyəcanlanma halıdır. Normal halda axı bu 2 dənə elektron axı P-də boş yer var. Ev ki P budur. Yazı 1, 2, 3 dənə elektron. Bunlara 2 dənə elektronu bura qoymalıdır, amma bura qoymaq əvəzinə keçib D-yə. Demək, bunlar əslində buradaydılar əvvəl. Həyəcanlanıblar deyə D-yə keçiblər. Aydındırmı? Ona görə də bu da həyəcanlanmadır. Burada sonra 3s2 3p3 3d1 yenə. Görürsünüz, bu əslində P-də olmaydı, amma D-yə keçib. Həyəcanlanıb çünki. Burada da vəbşə 3s-p hamısı təkdir. Gördünüz, hamısı təkdirsə, demək həyəcanlanma halıdır. Burada normal hal 2s2 2p5-dir. Y variantı. Sonra deyir ki, mis 29 və 26 dəmir. Uyğun bəndləri müəyyən edin. 12p elektron var. Gəlin yazaq. Bəri başdan yazıram hamısını. 2s2 2p6 oy. Sonra 3s2 3p6 4s1 3d10 29 olan mis bu şəkildədir. Sonra buranı kopyalayaq. Hı-hı. 26 olduğuna görə 4s2 və 3d6. Sonra 12p elektron var. Gəlin baxaq. Burada 6 burada, 6 burada. 12 dənədir burada. 6 burada, 6 burada. Bəli, 12p elektronun hər ikisində var. Ona görə 1 gedir 3-cü boşluğa. Bura getdi 1. Sonra 7s elektron var. Baxaq görək neçə dənədir s-lər burada. Burada 2, 4, 6, 7. Hə, 7 elə bundadır. Bu birində 4s2 olduğuna görə 8 olacaq. 2 getdi bura. 1 də buradaydı. Sonra bir cütləşməmiş elektronu var. Hansındadır? Baxın 3d10. D-də 5 xana var. 10-dursa demək hamısı cütdür ki 10 olub da. Bir dənə tək elektron buradadır. D6-da da bir dənə deyil tək elektron sayı. Gəlin bunu da göstərim sizə. Demək 1, 2, 3, 4, 5, 6. Burada tək elektron sayı 1, 2, 3, 4 dənədir. 4 də gedir ikinciyə. Demək, belə oldu uşaqlar. 1, 2, 3, 4. 2, 3, 4, 1. Hansındadır? B variantı. 17-də cavabımız oldu B variantı. 18. Nə istəyir bizdən? Suda yaxşı həll olan X maddəsi üçün hansı ifadə doğrudur? Bu suda həll olan X maddəsidir. Deyir ki, 0 dərəcədə qaz halındadır. 0 hara düşür? Bura düşür. Ortada təbii ki, bu hələ qaynamayıb deyə qaynaması 80-dir. Demək ki, burada maye olacaq.
Bərk halda da bu da səhvdir. Qaz bərk getdi. 0 dərəcə mayedir. Su ilə qarışığını distillə ilə ayırmaq olar. Suda həll olan maddədirsə, demək ki, bunun su ilə qarışığını distillə ilə ayırmaq olar. Çünki 0 dərəcə bu maye olur da, deyilmi? Otaq şəraitində də bu 25-də maye olur. Ona görə də ayırmaq mümkündür. Maye halda olanda bunu su ilə qarışığını distillə ilə ayıracaqsınız. Qarışıq maddədir, səhvdir. Qarışıq maddə deyə bir şey yoxdur. Mürəkkəb maddə ola bilərdi. Yaxud da qarışıqlar da ayrı bir şeydir. Adi şəraitdə bərk halda da səhvdir. Çünki adi şərait 25 dərəcədir. 25 dərəcə də bura düşür və adi şəraitdə maye haldadır. Ona görə də götürürsünüz C variantını. Doğru cavab C-dir. Sonra deyir ki, 19 kalium müsbət iyonunda P elektron sayı S-dən neçə dəfə çoxdur? Gəlin yazaq. Burada sizə iyon dediyinə görə bunun elektron sayını tapmalısınız. Protonla elektron bir-birinə bərabərdir. 19 götürə bilməzsiniz. Yazacaqsınız 18 və 18-ə əsasən elektron formunu yazırsınız. 1s2, 2s2, 2p6, 3s2 və 3p6, 18 oldu. İndi p s-də nə qədər çoxdur? P-nin sayı uşaqlar neçədir burada? 12. S-in sayı da 2, 4, 6-dır. 12-ni 6-ya bölürsünüz, 2 dəfə çoxdur. P-nin sayı S-dən 2 dəfə çoxdur. B variantı götürürsünüz. Sonra, deməli uşaqlar, burada X müsbət bir iyondur. Bu 2 dənə elektron alır. Demək, plus 2 elektron alır. 2 elektron alırsa, buradakı yükü neçə olacaq? Baxın uşaqlar, belə bir qaydamız var. Bu tərəfdəki ilə bunu toplayanda buna bərabər olmalıdır həmişə. Bunu yadda saxlayın. Bu ikisinin cəmi əvvəlkinə bərabər olmalıdır həmişə. Demək, o zaman buraya yazıram, -1 oldu. İkisinin aldığı mənfi yükləndə -1 oldu. Sonra bu -1 iyonda 4 dənəsini verir. 4 dənəsini verirsə əgər, yenə buradakı ilə deməli, bu oxun üzərindəkini toplayanda -1 eləməlidir. O zaman bu nə olacaq? Müsbət 3 elektron. Verəndə yük artır həmişə. Deməli, sonda bizdən alınan hissəciyi soruşurdu. X müsbət 3 götürəcəksiniz. Yükü N-in qiymətli oldu. Müsbət 3 C variantıdır cavabınız burada. Sonra 21-də atom radiusunun artmasını istəyir. Gəlin baxaq. Bu necə yazırsınız? X 3s1-dir. Bu neçənci qrupda yerləşir? Birinci qrup. Hamısının dövrü eynidir. Qruplarını müqayisə edəcəm. Y 3-cü dövrdür və 3s2, 3p3 görürük ki 5-ci qrupdur. Z də 3s2, 3p5 7-ci qrupdur. Bu şəkildə. Baxın, o zaman X buradadırsa, Y burada, Z də buradadır. 1, 5, 7 bu şəkildə düzüldülər. İndi atom radiusu artmasını istəyir. Soldan sağa doğru getdikcə atom radiusu azalır. Onu da əks istiqamətdə artır götürəcəksiniz. Z, Y və X. Cavabınız oldu 21-də A variantı. Sonra 22. Nə istəyir bizə? Metalın kütlə payı. Necə tapırsınız bunu? Baxın. Durub bir-bir hesablamağa ehtiyac yoxdur. Məntiqlə tapırsınız, vaxtınız getməz. Kalium brom, natrium brom və kalium klor. Fikir verin indi burada verilən birləşmələrə. İkisində brom eynidir. Görürsünüz, eyni element verib. İkisində də kalium var. Bu bizim üçün bir açardır. Deməli, uşaqlar, burada bunları müqayisə edəcək. 80-80'dir. 80 broma, burada kaliumun kütləsi 39, natrium kütləsi 23'dür. 80-39 olanda bu elementin kütlə payı çox olar, yoxsa 80-23 olanda çox olar. Təbii ki, 39 olanda kütlə payı daha çox olardı, elə deyilmi? Ona görə də bu A, B-dən böyükdür. Bunu bildik. Bu A-ydı, bu B-ydi, bu da C-dir. İndi C-ni bilmirik, hara qoyaq. Gəlin yoxlayaq. C-ni yoxlamaq üçün də A ilə C-yə baxacağım. Birincini, çünki orada kalium eynidir. İndi burada da xlorla brom fərqlənir. Bax, kalium 39'dur. Biri var 39-80, bir də var 39-35-5. Hansında kalium daha çox olacaq? Təbii ki, 35-5. Burada daha çox olacaq da kalium. Burada çünki digər maddənin kütləsi azdır. Nisbətdə kalium çoxdur. Ona görə də kalium kütləsi kütlə payı A-dan çoxdur. C A-dan böyükdür. O zaman mən C-ni hara qoyacağam? Baxın bura. C A-dan böyüksə, B də A-dan kiçiksə, təbii ki, B-ni mən bu tərəfə yaza bilmərəm ki, B A-dan kiçikdir, axı demək ən axırda duracaq. A hər ikisinin ortasındadır. Ona görə cavabı götürəcəksiniz burada. B variantı. B olacaq cavabımız.
Belə. Sonra keçdi 23-ə. 23-də NO verib, bir də NH3. Deyir ki, bunların atom sayı 2AA-dır. Bu da 22,4 litrdir. Hə, bunun həcmi bizə məlumdur. 22,4 litr uşaqlar 1 mol deməkdir. Bunun 1 molun neçə mol atom var? 3 ilə 1 toplayırıq, 4 mol atom var 1 molunda. Bu A-ya bərabərdir. 2A neçə olacaq uşaqlar? 8 mol olacaq. Aha, indi bunun həcmini tapaq. Bunun 22,4 litrində, 22,4 litr 1 mol deməkdə. Nə qədər atom var uşaqlar? 2 mol atom var da, bir dənə azot, bir dənə də oksigeni var gördüyünüz ki, 2 mol. Yazıram, X litrində də 8 mol atom var. Demək 4 dəfə artacaq həcmi. X də bərabər olacaq 89,6 litr. Cavabımız oldu 89,6. Belə. Sonra keçdim 24-ə. 0,4 mol NXOY birləşməsində 32 qram oksigen var. 11,2 qram da azot var. Oy. Hə, bizə molunu verib uşaqlar. Heç nə yazırsınız? 0,4 mol da axı. Demək, hər birini bölürəm bu mola və tapıram ki, 1 molunda nə qədər? Və belə yazıram da, 0,4 molda 32 qram oksigen varsa, 1 molda nə qədər oksigen olacaq? Məsələn, A qram. A da bərabərdir, 32 bölək 14 vur 4-də 80 qram edir uşaqlar. Sonra, indi hidrogen, azotu tapaq. 0,4 molda 11,2 qram azot varsa əgər, 1 molda nə qədər olacaq? B qram məsəl üçün. 11,2 ilə böləndə 0,4-ə, 4-ə böləndə neçə eləyir? 28 qram. Aha, deməli, oksigen 80, azotda 28 qramdır. Azotun ayrı 14-dür. 28 qramsa indeksi 2-dir. Oksigenin də ayrı 16-dır. 80-sə indeksinə 5 düşür. N2O5. Deyirəm, bir molekulunda atom cəmini hesablayın. 2 ilə 5-i toplayırsınız. 7 dənə atom var bir dənə molekulunda. Cavabımız olur 24-də 7. Sonra 25-də deyir ki, hansı maddənin keyfiyyət tərkibləri eynidir? Keyfiyyət tərkibi dedikdə uşaqlar həmin maddəyə hansı elementlər daxildir bunu soruşur. Kəmiyyət tərkibi deyəndə həmin o elementlərin, atomların sayını soruşacaq. Burada baxırıq. Dəm qazı CO-dur. Dəm qazı CO. Kvarts qrumu silisium O-dur. Quru buz CO2-dir. Karbon qazıdır tərkibi ilə. Kükürt dioksidu SO2-dir. Burada keyfiyyət tərkibi eyni olan dəm qazı ilə quru buz oldu. Hər ikisində karbon və oksigen var. Ona görə götürürsünüz burada 1 ilə 3-ü. Sonra 26. X -3 müsbət 3 dəyişmir. Dəyişməyən uşaqlar burada olacaq proton sayı, bir də neytron sayı. Yaxşımı? Radius və elektron sayı dəyişir. Çünki elektron alış-verişi varsa, burada təbii ki, elektron verir. Bu da deməli, elektron sayı dəyişir. Elektron sayı dəyişində avtomatik olaraq radius da dəyişir. Amma protonla neytron burada dayanır, heç bir işə yaramırlar. 2 ilə 4. Sonra, kiçik dövr elementləri üçün uyğunluğu müəyyən edin deyir. Kiçik dövr elementləri üçün. Birinci, ikinci, üçüncü dövr. Kiçik dövr deyirsə uşaqlar 1, 2, 3 olacaq təbii ki. Başqa bir dövr olmayacaq. Deməli, formulları istəyir. Heç nə uşaqlar. Burada verib hər şey bizə. İndi bax, 1, 2, 3-ü bildinizmi? Baxın, kiçik dövr sizə kömək edir burada. 1, 2, 3-ü düz bura. İndi baxıram, məsələn, X-ə. Üçüncü dövr, üçüncü qrupdur. O zaman elektron formu nə olacaq? Üçüncü dövr, üçüncü qrup dediyinə görə 3s2 və 3p1 olacaq. Elektron sayı toplayanda 3 eləməlidir. 3s2, 3p1 oldu X-in formulu. O zaman 1-ə getdi Y. Sonra Y-də 3-cü dövrdə yerləşir. 5-ci qrupda yerləşir. Y üçün yazanda o zaman olacaq 3-cü dövr 3s2 və 5-ci qrup olduğuna görə 3p3 olacaq. Toplayanda 5 əldir valent elektronu. O zaman 2-ə getdi C. Sonra Z üçün də 2-ci dövrdə yerləşir. 7-ci qrupda yerləşir. O zaman 2s2 və 7 olması üçün 2p5 yazmalıyıq. Valent elektron sayı 7 oldu. O zaman Z-ə də uyğun gəlir A variantı. Deməli C, Y, A. Yox, Y, C, A bu şəkildə getdi. Keçdik situasiyaya. Nüvəsində 24 protonu olan elementin normal halda cütləşməmiş elektronlarının sayını və bu qrup nömrəsini yazın. 24 olan element kimdir? Xromdur. Xromun elektron formunu bu şəkildə yazırıq. 1s2, 2s2, 2p6,
3s2, 3p6, sonluğu da oldu 4s1, 3t5. Cütləşməmiş elektron uşaqlar 3p kimi hamısı tam dolub, cütdür hamısı. Tək olanlar burada da S-də bir dənə, D-də 5 dənə, hamısı tək-tək düzülüb. 6 dənə tək elektronu var. Bunu bildik. Və qrup nömrəsini sizdə valent elektronların cəmi. Valent elektron deyəndə bax 4S-dən 3D-ni nəzərə alırsan əlavə yarım qrupda. 1 ilə 5-i toplayanda cavab edir 6. Demək 6 tək elektronu var, yəni cütləşməmiş elektron sayı 6-dır. Qrup nömrəsi də 6-dır. Hər ikisində cavabı 6 yazırsınız. Sonra keçdi 29-a. Kükürdün birləşmələrini verib. Deyir ki, qısa elektron formu nədir o? Uşaqlar, nə edirik? Bunu necə yazırsınız qısa elektron formu? Burada valentliyi ilk öncə müəyyən edirsiniz. SO2. Burada oksigen 2 valentlidir. Kükürddə 4 valentlidir. Kükürd 4 valentlidirsə, demək ki, bu həyəcanlanır və 4 dənə tək elektron olmalıdır. Kükürdün öz elektron formunu buradan qeyd edirəm. 16. 3s2 və 3p4-dür. Bu normal haldır. Burada 2 dənə tək elektronu var. Baxın, göstərim. P-də də olardı. 1, 2, 3, 4. Bunlar cütləşir. Bu ikisi görürsünüz burada tək qalıb. Burada 2 valentli olur. Amma bizə 4 valentli deyir. O zaman yenə də təklənməlidir. Nə olacaq? 1. Bax, buradakı elektron gəlib keçəcək D-yə. Deməli, olacaq elektron formu 3s2, P1 valent azalacaq, 3p3 olacaq və 3d-də 1 olacaq. Hətta quruluşun çəkimi göstərim sizə. Burada elektronlar tək düzüləcək və D-də də 5 dənə xana olur. İndi hamısı çəkmirəm. 1 dənə tək elektron olur. Ümumilikdə 4 dənə tək elektron olduğu üçün demək ki, bu 4 valentli olur. S flor 6. Burada kükürd 6 valentlidir. Flor 1-də, bu da 6 valentlidir. Demək, ikinci halda 4 valentli oldu. Üçüncü halda bu S-dəki də, S-də də 2 dənə elektron var. Bunlar da cütdülər də. Bax, buradakı elektron da gəlib yerləşir bura. Bunu buradan qoy silim, götürüm belə. Aha. Bura bir dənə də elektron gəlir elə bir ki. Baxın bura indi. 1, burada 3 dənə, 4, 5, 6 dənə. Və formulda belə olur. S-dəki də 1 vayd aldı, 3 azaldı. 3s1 oldu, 3p3 olduğu kimi qaldı, 3d-də də 1 vayd artdı, 3d2 oldu. Elektron formu budur. Yəni, birinci SO2-yə bunu yazırsınız, 3s2, 3p3, 3d1. S flor 6-ya da yazırsınız ki, 3s1, 3p3, 3d2. Belə. 30-cu sual. Deyir ki, dövr sistemi verilmiş hissəsində əsas yarım qrup elementləri göstərilir. Baxın, X-in sıra nömrəsi burada 12-dir. Bu xanada yerləşir. Bu arasında 2 dənə xana var və burada Y də burada yerləşir. Bu 12-dirsə uşaqlar, sağa doğru getdikcə 1 vayd artır. 13 bura düşür, 14 bura, 15 bura. Yuxarı qalxanda da həmişə 8 vayd azalır. Aşağı düşəndə 8 vayd artır. Qalxanda geriyə 8 vayd azalacaq təbii ki. Və sağa doğru getir 1 vayd artdığına görə 13, 14, 15. Buradan da 8 çıxacaq. Y oldu 7. Y-in sıra nömrəsi oldu 7. Sonra deyir ki, X-in hidridinin formulunu yazın. Yəni, X-in qrupunu tapaq da. Neçənci qrupdur? 12-dirsə, sonluğu yazanda elektron formulu 3s2 olur. Yəni, bu ikinci qrupdur, göstərilir. Bunu da qeyd edin buradan. İkinci qrupdursa, 3 bundan sonra düşür, 4 bura və Y düşdü 5-ci qrup. İndi bizdən X-in hidridini istəyir. İkinci qrupların hidridi bu şəkildə olur. 2 valentli olur ikinci qrup elementi. Hidrogen 1-dir zaten. Formul olur XH2. Sonra deyir ki, X-in Y ilə əminə gətirib birləşmə molekuluna bir molekulunda proton sayını hesablayın. X ikinci qrupdur. Y də 5-ci qrupdur. Metal və qeyri-metaldır bunlar. İkinci qrup metaldır X, 5-ci qrup qeyri-metaldır Y-dir. Bunlar birləşmə əmələ gətirəndə bu 5-ci qrupda yerləşirsə, metalla qeyri-metal birləşmə əmələ gətirəndə qeyri-metallar ümumiyyətlə minimum valentliyi göstərirlər. Və 5-ci qrup elementlərinin minimum valentliyi olur 3. Ona görə də 3 valentli olacaq birləşmənin tərkibində. Formulu düzəldəndə yazacaqsınız X3, Y2. İndi bizdən proton sayını istəyir. X-də 12 idi proton. 12-ni vururam 3-ə, üstə gələk. Y-də də 7 idi. 7-ni də vururam 2-ə. Toplayıram bunları. 36 üstə gələk 14. Cavab eləyir 50.
İkincinin də cavabı oldu x3, y2 və 50. Belə uşaqlar. Hər hansı bir sualınız yaranarsa şərh bölməsinə qeyd edə bilərsiniz və əgər video sizin üçün yararlı oldusa videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərə qoşulmaq üçün isə gördüyünüz WhatsApp nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz.